Salam əziz izləyicilər, bugünkü mövzumuz bitkidə xəstəliklər necə yaranır və bitkinin metabolizmində xəstəliklərə necə yol açılır kimi başlıqla başlamaq istəyirəm. Əvvəlcə qeyd edeyim, zəhmət olmasa videoları bəyənməyi, qayd etməyi, yorum yazmağı unutmayın. Çünki hər birinizin yorumu mənim üçün önəmlidir. Əgər hansısa bir mövzu haqqında danışmaq istəyiriksə, onları qeyd edin ki, mən də sizə əlimdən gəldiyi qədər köməklik edeyim və həmin haqqında mövzular haqqında videolar çəkim. Və suallarımıza gəldikdə, əvvəlcə bunu deyə bilərəm ki, xəstəlik nədir, zərərlilər nədir? Bitkidə stres amilləri məruz qoyan hər hansı bir şərait və yaxud da gözlə görülə bilən böcəksə, məsələn buna tuta, 2 nöqtəli hörümçək, mənənə və yaxud da Kolorado böcəyi kimi kimiləri, daha doğrusu bu zərərlidir. Yəni gözlə görülə bilən canlılar. Və bir də bitkidə gözlə görülməyən, bitkidə keyfiyyət, kəmiyyət təsir göstərən canlılar, bakteriya, virus, göbələklər kimi, yəni kimiləri də bu artıq xəstəliklər olur. Burada belə bir sual verə bilərsiniz ki, xəstəlik necə yaranır? Buna əsasən fəlsəfi şəraitə cavablandırmaq istəyirəm ki, sizin hər biriniz bunu başa düşə biləsiniz və tətbiq və yaxud da ki, qarşınıza çıxarsa tətbiq, həll yollarının tətbiqini tapa biləsiniz. Yəni sizin üçün rahatçılıq olsun. Və burada qısa bir şəkildə qeyd etmişəm yaranma şəraiti ilə bağlı. Bu artıq fəlsəfi bir şəkildədir. Çünki fəlsəfi nəyə görə deyirəm? Artıq biz bunun üzərində danışdıqda yaşadığımız, gördüyümüz amilləri də artıq canlandıra bilirik. O yöndə artıq siz də qarşılaşmışsınızsa, sizə artıq hər hansı bir köməkliklər də eləmiş oluruq. Başlayaq birinci növbədə. Xəstəliyin əmələ gəlməsi üçün birinci bizim üçün bitkidir. Yəni hər hansı bir bitkimiz olmalıdır. Buna ağac tinklərindən də danışa və birinci növbədə bitkimiz olmalıdır. Bitkimizin enerjisi, yəni burada artıq böyük bir faktordur. Bitkimizi var edən əsas faktorlardan biridir. Fizioloji dönəmi, yəni meyvə verməyi, inkişaf dönəmliyi, bunlar da enerji ilə bağlıdır. Yəni bunu diqqətinizə çatdırıram ki, bitkinin enerjisi olmasa fizioloji dönəmdə çoxalmayan meyillik və yaxud da digər bir hallarda meyvə əmələ gəlməsi qeyri-mümkündür. Hətta çiçəyin əmələ gəlməsi belə qeyri-mümkündür. Biz digər qida elementlərini danışmamıza baxmayaraq. Və xəstəlimliyə dözümlü bitki artıq bu faktorlarla gedir. Xəstəliyə dözümlülük də gendən gələn bir haldır, məlumatınız olsun. Biz axı dedik ki, hər hansı bir badımdan çiçəklər, pomidor olsun və yaxud da hər hansı bir şey, ştil olsun və yaxud da bir ağac olsun. Burada artıq dönəm dəyişkənliyi yoxdur. Və ikinci bir çevrə, patogen. Patogen xəstəlik edə bilən mikroorqanizmlərə patogen deyilir. Və bunlar da özündə virulens kimi qeyd olunur. Bunun başqa bir adı və yaxud da beynəlmiləl dildə bundan başqa bir danışıla biləcək bir hissəsi yoxdur. Bunda diqqət çatdırın və buna belə izah edə bilərəm ki, virusun patogenin hücumu da, yəni virulens patogenin hücumu deyə bilərik. Yəni ətrafa yayılması kimi qeyd edə bilərik. Və populyasyon dedikdə miqdarı və yaxud da ki, ətraf amillərdən nə qədər yayıldığı, yəni çoxluğunu nəzərdə tuturuq burada populyasyon dedikdə qeyd olunur. Və çevrə faktorları, burada artıq böyük bir önəm daşıyan çevrə faktorları xəstəliklərin yayılmasında, inkişafında və yaxud orada yaranmasına belə təsir edən faktorlardan biri. Biolojik faktorlar, fiziksel faktorlar, yəni yaranma şəraiti, alaqlar və yaxud da ki, digər çürümüş meyvə qalıqları kimisindən yaranan proseslər, kimyasal faktorları belə də izah edə bilərəm ki, ağaca verdiyimiz, şitlə verdiyimiz qida və yaxud da ki, düzgün kimya
istifadə etməməyimizin səbəbində yaranan faktorlardır. Və bunların üçü də bir yerdə olduğu halda, bu işarələdiyimiz yerdə xəstəlik yaranır. Əgər patogen var, bitki yerindədir, hər bir şey öz qaydasında gedirsə, burada artıq çevrə faktorları yəni yaranar. Biz aqrotexniki qulluqlarımızı tam edərik və çevrə faktorlarına görə burada xəstəliyin yaranmamağına və yaxud da uzun müddətdə orada rezidensi yaranmağına səbəb ola bilər. Və yaxud da ki, bitkimiz var, çevrə faktorlarımız da uyğun deyil. Amma orada patogen yoxdur. Hansısa bir virus, bakteriya, digər bir halın yaranmağına, hücumuna, yəni nətər deyək, orada yayılmağına şərait yoxdur. Artıq bu xəstəliyin orada yaranmamağına konkret olaraq bir şərait etsək, burun çürüklüyü üçün hər bir şey öz qaydasındadır. Patogen yoxdur. Amma kalsium çatışmazlığımız da miqdar cayından var. Baxırıq, çiçək burnu çürüklüyü hissiyatı var, amma patogen olmadığına görə orada çoxalma, hücum dediyimiz hissə yoxdur. Yəni onu burada bu şəkildə görə bilmərik. Və yaxud da patogen var, çevrə faktorları da öz qaydasında xəstəlik yaranmağına, amma bitki enerjisi, bitkinin necə deyim, əsaslığı yoxdur burada. Yəni bu zaman da, yəni bu saydığımız faktorlar böyük bir şərait yaradır ki, olmamağına bu şəkildə qeyd edə bilərik. Və bunda diqqətinizi çatdırım ki, müxtəlif faktorlar, müxtəlif yaranma rezidensiyinin yaranmasına şərait yaratmamaq üçün bağlarımızda birinci növbədə aqrotexniki qulluqlarımızı eləməliyik. Aqrotexniki qulluqlar dedikdə nəyi nəzərdə tuturam? Zamanında mulkasıdır, zamanında yaş budamasıdır, quru budamasıdır və digər bir faktorlardır burada. Və mənə elə gəlir ki, bu üçlük nəzarət altında qalarsa, hər hansı bir patogen və xəstəliyin yaranmamağına səbəb olar. Məsələn, monolyozun özü, monolyoz nəyə görə bu qədər çox yaranıb? Çünki bitkinin enerjisini biz düşürdürük və yaxud da ki, patogen zaten var orada, hər bir variantda. Bir də çevrəsel faktorlar, kimyasal mübarizələrimizdə fərqlilik yaradırıq. Yəni, bu səbəblərdən artıq bu ikisi də yerində olur. Patogen zaten var, hava şəraitindən yayılma faktoru yaranıb və bunun biz qarşısını ala bilmirik. Və yaxud da kokomikoz, klasparmioz kimi virus zaten var, yəni patogen var. Amma biz burada artıq çevrəsəl faktorları və bitkinin enerjisini tənzimləməliyik. Bir hansısa bir sahibkara qeyd edəndə ki, zəhmət olmasa ora filan qədər gübrə verilməlidir. Sahibkar deyir, hə, tamam verərəm. Amma zamanını düzgün tuzdurmur və yaxud çəkisini düzgün, yəni dediyimiz qaydada verilmir. Agronomik baxımdan artıq bu bizim üçün böyük bir faktorlar yaradır və bu da enerjinin zəifləməsinə səbəb olur. Bundan sonra fizioloji dönəmində artıq zəifləmiş, yəni fizioloji dönəmi bir enerjiya qaynayət edib gəldi, başa gəldi. Amma dözümlülüyü, genetikada olacaq dözümlülüyü tamamlaya bilmirik, biz enerjini verə bilmirik. Hətta elə olur ki, dönlənməni belə gecikdirir bu enerji olmamalı. Başdan da bunu sizə qeyd etdim. Və yaxud da ki, biolojik faktorlar, yəni aqrotexniki qulluqlar dediyimiz hallar bu bioloji faktorlar, fiziksel faktorları zaten məhv edir. Və yaxud da ki, patogen ümumiyyətlə yoxdur, enerjisi olmasın bitkinin. Və yaxud da ki, bu faktorlardan hər hansı bir şərait yaratmış oluruq. O patogeni zaten biz öz əlimizlə orada yaradırıq. Və bunların da ola bilər fərqli tərkiblərdən istifadə edir. Amma tərkib məsələsi burada artıq dərmandan söhbət getmir. Birinci növbədə çalışaq öz bitkimizi sağlamlaşdıraq. Diqqətiniz üçün təşəkkür edirəm. Yəni də əgər sualınız, təklifiniz olarsa yazmağı rəy bölmələrində və yaxud da ki, əməkdaşlıq etmək istəyən sahibkarlar varsa, əlaqə nömrəsi zaten qeyd olunur. Allah'a emanet olun, çox sağ olun.